Salam. Fiona? Sen burada olmamalıydın Shrek. Pişik? Yaman kökəlifsən ha öz aramızda. Yedizdir məni, əgər əlin təmizdirsə. Nə baş verir pişik? Cip sürən daylara oxşuyursan. Sadəcə zarafat eləyirdim. Necə yəni? Vüsal göndərib, deyir ki, telefonu qaytarsın. Hansı dil vüsalı deyirsən? Yox, qonşumuz Vüsalı deyirəm pişik. Onun adını çəkmə. Axırıncı qalan salfetdə o götürüb tualetə edib. Bəsdir, özün də bilirsən ki, o qıllıdır. Yox, bax bununla razı deyiləm. Özün bilirsən ki, atam deyir ki, qarınsız kişi balıqsız pişik kimidir. Ona görə bu sözləri yaxşı adında saxlamalısan Shrek. Sana dadı ki, dəymə. Bunu sonra qayıracam. Sən əməlli başlı gicdillaq olmusan pişik. Bu nə xiyar danışıqlardır?